Əməkdar artist Cabir İmanovla vida mərasimi bugün saat 13:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək. Bu barədə Teleqrafa əməkdar artistin dostu, xalq artisti Murad Dadaşov məlumat verib. Qeyd edək ki, aktyor Qurd Qapısı qəbristanlığında dəfn ediləcək. Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir. Ajansas xəbər verir ki, əməkdar artistlə vida mərasiminə dostları, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, incəsənət və mədəniyyət xadimləri gəlməyə başlayıblar. Qeyd edək ki, Cabir İmanov ötən gün Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib. Allah rəhmət eləsin.